İşare verilir. Ötürmeye bir kadar geriye. Vasquez ondan kapı karşısına. Boşla zərbə ve top kapının üstünden geçti. 3 olur izleyir tekrarı. Vasquez'ten ötürme. Ryan Senaci'den zərbə. Ve top tirin üstünden aşıp. İndicə Turan Tovuz'un hücumu. Alex Souza yıkılır yere. Hakim qalx deyir. Souza'nın yere yıkıldığı an. Bu da həmin an. Bu da həmin an ve hakim oyunu devam ettirir. Rahim. Topu kuvvetli zərbə ilə irəliyə vurur. Alex Souza. Ötürme irəliyə. Ronaldo Vasquez sürətlidir. Vasquez. Vasquez! Topu kapının üstünden vurur Ronaldo. Bu epizoddan sonra daha da ruhlanırlar. Vasquez'in zərbəsi ve topun kapıdan. Ötürme kapı karşıda. Başla zərbə ve gol! João Batista! Son anda orada toxunuş da var idi Mehdi'den ama kifayət etmedi. Sağ cinaha ötürme. Ve oradan kapı karşısına gönderilen topu bax belə zərbə ilə tamamlayır. Hətta Rahim Sadıqovla birlikte João Batista sanki fərqlənir. Baxın, bu da həmin epizod. İstiqaməti dəyişən də yüngülcə de olsa Ryan Senaci olur. Fikir verin. Mehdi Cənnətov bu zərbə qarşısında aciz qalır. Hesab açılır. Jorge Silva'nın ötürməsi. Batista'nın baş zərbəsi və hesab 1-0 Turan Tovuz'un xeyrinə. 7. turun Sumqayıt Turan Tovuz oyununda hələ ki Turan Tovuz futbolçular öndədirlər. Riskli ötürmə, riskli ötürmə. Alex Souza qapçıyla üzmüz. Alex, 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 Alex! Alex Souza! Müdafiədəki səhvi bağışlamır Alex. İzleyirik tekrarı. Bak burada João Batista kazandı topu. Alex Souza ise sağa çekip sol tarafa zərbə indirir. Usta zərbə indirir. Alex Souza. Oyundan kenar vəziyyətin olmadığı. Qayda pozulub Aleksa'ya karşı. Aleksa Yankovic'e karşı qayda pozulu ve cərmə zərbəsi. Bak burada elle oyna. İtiraz edirdi Aleksa Yankovic. Bak burada. Qayda pozulmuştu Yankovic'e karşı. Rahim Sadıqov köbul oynamıştı. Penalti var mı? Alex Ramalingom. Ve qapçı Baklov üz-üzə. İşare gelir. Ramalingom! Baklov! Ve Xəyal Nəcəfov. Ötürmə indi sağ tərəfə Ayxan Hüseynov. Qapçı yoxdur yerində Ayxan. Ayxan irəliləyir cinahla. Ayxan Hüseynov hansı qərarı qəbul edəcək? Ayxan! Bu da son! Ayxan Hüseynov 3. golü vurur. Maçın artırılan 3. dəqiqəsində. Senarinin davamı kimi, gözlənildiyi kimi son zərbəni Ayxan Hüseynov bax bu zərbə ilə vurur. Və maçın yekun nəticəsini müəyyənləşdirir. Düzdür, futbolda bir dəqiqə çox önəmli məqamdır, önəmli bir faktordur. Çempionlar Liqasında bir dəqiqə içərisində 2 gol vurub kubok qazanan komanda var 2 dəqiqə içərisində. Amma bugünkü Sumqayıtın qarşıdakı bir dəqiqə içərisində gol vurması o qədər. Görüntüsü sonuncu golun fikrini qeyd etdim. Bəli, hakim də qarşılaşmanı başa çatdırır. Turan Tovuz səfərdə, Sumqayıt səfərində 3 xalı 3 cavabsız golla qazanır.